2023-cü ilin noyabrında Abzas media əməkdaşlarının həbsi ilə Azərbaycanda növbəti repressiya dalğasının ilk zəngi çalındı. O vaxtdan ötən 2 il ərzində ölkədə onlarla jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi, siyasi ictimai fəallar müxtəlif ittihamlarla həbs edilib. Over the past 2 years, Azerbaijan has become almost a news black hole. Azərbaycanda hər şey ixtisarlaşıb. Azad olan heç nə yoxdur. Əslində azad mətbuatın məhfi baş verən insaflaşmanın məntiqi nəticəsi. 2 ildir Nərgiz həbsdədir. Elə bil ki, mən ondan betər həbsdəyəm. Zorakılıq eləyiblər Ülvü. 2023-cü ilin noyabrın 20-sində Abzas medianın direktoru Ülvü Həsənli və onun köməkçisi Məhəmməd Kekalov, noyabrın 21-də nəşrin baş redaktoru Sevinc Vaqif qızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırması jurnalist Hafiz Babalı, 2024-cü ilin yanvarın 13-də jurnalist Elnarə Qasımova həbs edildi. Ötən ilin bu günü biz 100 manat verərək ala biləcəyimiz məhsulu bugün 121 manat verərək ala bilirik. Mayın 30-da Azadlıq Radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehrazadə də Abzas media işi çərçivəsində həbs edilənlərin sırasına qoşuldu. Fərid! Abzas media Azərbaycanın yüksək vəzifəli dövlət məmurlarının ailə bizneslərini araşdıran, o cümlədən 2020-ci ildən Qarabağdakı yenidən qurma ilə bağlı apardığı korrupsiya araşdırmaları ilə tanınan müstəqil media platformasıdır. Media orqanı Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvləri, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi Bəylər Əyibov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə bağlı araşdırmalar, eləcə də onlarla nazir və məmurun adı hallanan araşdırılmamış cinayətlərlə bağlı materiallar dərc edib. Abzas medianın jurnalistləri məhz bu araşdırmalardan sonra həbs olunub. Abzas Media was first hit because its investigations directly embarrassed those in power. Instead of prosecuting the corrupt elites exposed by Abzas reporting, the authorities chose to jail the journalists. From the moment of his arrest, Ülvü Həsənli was questioned about Abzas corruption investigations, which shows the real motive. Abzas medianın jurnalistləri barədə aparılan 2 ilədək ibtidai və məhkəmə istintaqı dövründə onların heç bir vəsadətləri təmin edilmədi, hüquqları pozuldu. Həbslərinin ilk dövrlərində ailələri ilə görüşlərinə və zənglərinə qadağalar tətbiq edildi. Şikayətə baxıldı, məhkəmə şikayəti təmin etmədi. Məhkəmə şikayətə baxdı, şikayətin də təmin olunmaması barədə qərar verdi. Apellyasiya şikayətimiz təmin olunmadı, qüvvədə saxlanıldı. Məhkəmə təmin eləmədi. Bizim də vəsatətimiz təmin olunmadı. 2025-ci il iyunun 20-sində Bakı Ağır Cinayətlər Məhkəməsində Ülvü Həsənli, Sevinc Vaqif qızı, Hafiz Babalı, Fərid Mehrazadə 9 il, Elnarə Qasımova və Nərgiz Absalamova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Həm istintaq orqanı, həm məhkəmələr Azərbaycan Respublikasının konstitusiyasının, həmçinin cinayət və cinayət prosessual məcəllələrinin normalarının kobud şəkildə pozub. Beynəlxalq hüquq normalları da pozulub. Məsələn, Avropa İnsan Haqları Müdafiəsinə dair və əsas azadlıqların konvensiyasının bir sıra maddələri pozulub. Məsələn, ədalətli araşdırılması hüququ, prezumpsiya prinsipi, müdafiə hüququ və ən əsaslı və fundamental hüquq azadlıq və şəxsi toxunulmazlıq prinsipi. Abzas mediaya qarşı təzyiqlər ölkədə baş qaldıran yeni repressiya dalğasının xəbərçisinə çevrildi. Nəşrin əməkdaşlarının həbsindən qısa müddət sonra növbət digər medialara çatdı. After the snap presidential election instead of a new era, we've seen deeper insecurity within the Aliyev's regime and a harsher effort to muzzle independent media, including foreign outlets. Əvvəlcə ötən il martın 6-sında Toplum TV-nin ofisinə basqın edildi. Onlarla əməkdaş həbs edildi. Aprelin 18-də parlamentin işini monitorinq edən Məclis Info platformasının rəhbəri İmran Əliyev, 29-da seçkilərin monitorinqi və demokratiyanın tədrisi mərkəzinin sədri, insan haqları müdafiəçisi Anar Məmmədli saxlanıldı. Dekabrın 6-sında Meydan TV əməkdaşları həbs edildi. Bu ilin əvvəlindən başlayaraq nəşrlə əməkdaşlıq edən daha bir neçə müstəqil jurnalist də dəmir barmaqlıqlar arxasına göndərildi. Onu dəyişdirə bilməyəcək. Onların hamısı qaçaq malçılıqda və daha bir neçə ağır maliyyə cinayətlərində ittiham edilirlər.
BBC News Azərbaycanca Bakıdakı ofisini bağlayır. Ölkədə fəaliyyət göstərən xarici medialar da hakimiyyətin hədəfindən yayınmadı. BBC Azərbaycanca, Amerikan Səsi kimi mediaların Azərbaycan ofisləri qapadıldı. Ölkədəki fəaliyyətləri dayandırıldı. İndiki hakimiyyət oğurladıqları, talan etdikləri xalqın malını, mülkünü, varidatını, gəlirlərini, özünün halal əməklə qazanmış gəlirləri hesab edirlər və buna görə də onların bu gəlirlərini hesablamağa çalışan, onların cibində nə qədər pul olduğunu, var dövlət olduğunu öyrənməyə çalışan insanlardan xoşları gəlmir. Bu dövrdə repressiyalar yalnız müstəqil mediaya təzyiqlərlə bitmədi. Eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatları üzvləri də müxtəlif ittihamlarla üzləşdilər. Bəziləri həbs edildi, bəziləri barəsində fərqli qəti imkan tədbirləri seçildi. Abzas media haqqında yeni məlumatlar üzə çıxıb portalın... Hakimiyyət həbs edilən şəxsləri yalnız ittiham etməklə kifayətlənmədi. Hökumət mediasında onlara qarşı qaralama kampaniyalarına start verdi. Qrant qaçaqmalçılığında iştirakını təsdiqləyən yeni detallar aşkar olunur. The government seems to view even its new oppressive media law as insufficient, so it's using arrest and smear campaigns to silence a few independent voices left. Artıq 2 ildir ki, Abzas media jurnalistləri həbsdədir. Bu müddətdə onlar fəaliyyətlərini dayandırmayıblar. Həbsxanadakı qanunsuzluqları ictimailəşdirməyə davam ediblər. Jurnalistlər və onların ailə üzvləri buna görə müxtəlif təzyiqlərlə üzləşiblər. Onda da bizə görüşdə məhdudiyyət qoyurdular, incidirdilər, canlı görüş vermirdilər, şarxası görüş verirdilər. O da başımızın üstündə kimsə dururdu. Nərgizin də başının üstündə dururdular, bizim də. Elə bir ki, nəsə bir ağır cinayət işi görmüşük, nəsə elə bir şeylə üzləşmişik biz. Hər bir şeylə qarşılaşmışıq. Hörmətsizlikdə görmüşük. Bir ana kimi hər gün beynimdə, fikrimdə ancaq sevinci canlandırıram, sevinci fikirləşirəm. Lap görüşüb gəlsəm də deyirəm məndən sonra nəsə ola bilər. 2 ildir ki, Sevinç günahsız yerə həm ailəsi, həm özü həbsxanada əziyyət çəkir. Məhkəmə qərarından sonra jurnalistlərin hər biri müxtəlif cəza çəkmə müəssisələrinə göndərildilər. Abzas medianın qadın jurnalistləri Bakıdan kilometrlərlə uzaqda yerləşən Lənkərandakı penitensiar kompleksə köçürüldülər. Jurnalistlər bu qədər uzağa köçürülmələrini həbsxanada da fəaliyyətlərini davam etdirmələri ilə əlaqələndirirlər. Uzaq olduğuna görə 2 həftədən bir görüş olmalıdır, gedə bilmirik də 3 həftədən bir gedirik. Həmin maddi cəhətdən çətindir, həm də gedib gəlmək çox çətindir, yoruluruq. Nə hisslər keçirdirik. Biz tezdən çıxırıq, axşam qaranlığa gəlib evə çıxırıq. Sevincə gedib yarım saat yanında durmağa görə biz o boyda yolu gedib gəlirik. Jurnalistlər hazırda saxlanıldıqları Lənkəran penitensiar kompleksində informasiya blokadasına da məruz qalırlar. Çıxan məlumatı, çıxan xəbərləri jurnalistdir. Onlar orada oxumalıdır, bilməlidir. Özləri də oxuyur ki, orada ayrı başqa şey yoxdur. Nə Abzasın xəbərlərini buraxmırlar, nə Meydanın xəbərlərini buraxmırlar, nə Azadlığın xəbərlərini buraxmırlar. Heç birisi buraxılmır orada. Neçə dəfələrlə apardıq, buraxmadılar. Deyir ki, olmaz, o kanallar hökumətə qarşıdır. Düz danışmaq hökumətə qarşıdır. Düz söz demək hökumətə qarşıdır. Ancaq yalan danışmalısan, yaltaqlanmalısan. O da Abzasın jurnalistləri olsun, Meydan TV-nin jurnalisti. Orada olunan, həbs olunan o savadlı uşaqlarımızın heç birisi yaltaqlıq bilmir. Ona görə də hamısı həbsxanadadır. Bütün bu çətinliklərə baxmayaraq jurnalistlər ruhdan düşmədiklərini, fəaliyyətlərini davam etdirəcəklərini deyirlər. Əhval-ruhiyyələri yaxşıdır. Onlar öz işləri ilə qürur duyurlar. Biri var günahın ola, biri də var ki, günahsız yerə həbsdə olasan. Axı bu insanın, bu uşaqların, bu Abzas medianın uşaqlarının heç bir günahı yoxdur. Hamısı savadlı uşaqlardır. Hamısı kasıbın balalarıdır. Pulu dağıdanlar yuxarıda oturublar. Niyə heç birisi cəzalandırılmır? 2019-cu ildə Abzas media jurnalistlərinə qarşı repressiyalara baxmayaraq, nəşrin xaricdə qərarlaşan redaksiyası fəaliyyətini davam etdirib. Onadək yeni korrupsiya araşdırması dərc edib. This violent repression against journalists armed only with their pens reveals the government's weakness, not its strength. If this continues, Azerbaijan risks sliding even further away from access to reliable information at the expense of its own citizens. Abzas media 2 il ərzində müxtəlif yerli və beynəlxalq mükafatlara layiq görülüb. Nəşr beynəlxalq Azad Media və Homo Homini mükafatları qazanıb.
Abzas Medianın direktoru Ülvi Həsənli nüfuzlu Havel mükafatına namizəd göstərilən 3 şəxsdən biri seçilib. Sevinc Vaqif qızı Nərgiz mükafatına, Sərhədsiz Reportyorlar Təşkilatının Cəsarət mükafatına layiq görülüb. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti onu antikorrupsiya çempionu elan edib. Jurnalist Nərgiz Absalamova da Azad Media mükafatına layiq görülüb. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə Azərbaycan hökumətinə müraciət edərək Abzas Mediaya qarşı qaldırılan qondarma ittihamların ləğv edilməsini, jurnalistlərin isə azadlığa buraxılmasını tələb edir.